Çəkirik, fonoqrama. Qaçaq Nəbinin papağı, Dərviş Parisi patladır filmində istifadə olunan bəzək əşyaları, Məlik Dadaşovun William Shakespeare'in Macbeth tamaşasında istifadə etdiyi qılınc, milli filmlərimizdə gördüyünüz geyimlər, aksesuarlar, kinorejissor Həsən Seyidbəylinin, İlxan Qasımovun şəxsi əşyaları. Bütün bunlar Dövlət Film Fondunda qorunub saxlanan dəyərli eksponatlardır. Bu ekspozisiyada nümayiş elətdirilən ancaq onların bir hissəsidir. Tarixi əhəmiyyətli eksponatlarımızdan ən məşhuru Sehrli Xalatdır və hansı ki, Sehrli Xalat filmində istifadə olunub və o rəssamlar tərəfindən hazırlanmış əl işidir. Chitrakuta, Chitrakuta, İşvara. Chitrakuda, İşvara. Ayravana, Chandrika. Ayravana, Chandrika. Bir otaqlı kiçik muzey özündə böyük tarix yaşadır. Bir zamanlar televizor ekranlarında baxdığımız filmlərdə istifadə olunan əşyaları burada canlı görmək insanda qəribə nostalji hissləri yaradır. İndi isə mən sizə bu gülşəni göstərmək istərdim. Burada hamımızın çox sevdiyi Qərib Cinlər Diyarı filmində istifadə edilən dəyənəyi görürsünüz. Əşya 1977-ci ilə məxsusdur. Kinorejissor və kinooperator Ələkbər Muradovun şəxsi arxivindəndir. İllər keçdikcə keyfiyyətini itirən dəyənək fond tərəfindən bərpa olunub. Burada qorunan ən qədim eksponat 1910-cu ilə aid Fransa istehsalı olan kameradır. Demək olar ki, Azərbaycanın bütün səssiz filmləri məhz bu kamera ilə lentə alınıb. Vətəndaş, göstərin görün bu çamadanda nə var? Heç nə. Baxın, görürsünüz? Heç nə yoxdur. Yoxdur da. Daha gülmək nə üçün? Hamımızın çox sevdiyi Bizim Cəbiş müəllim filmində rekvizit kimi istifadə olunan o məşhur çamadanı yəqin ki, hamınız xatırlayırsınız. Bəli, bax bu çamadan həmin o çamadandır. Əşya 1969-cu ilə məxsusdur. Niyazi Bədəlovdur və görürsünüz, hər bir arxiv nümunəsinin yanında həmin müəllifin fotosu da var və bu onun Mirzə Fətəli Axundov haqqında çəkdiyi sənədli film üçün hazırladığı rejissor ssenarisidir. Yəni, filmin ilk kadrından sonuncu kadrınacan film çəkilməmişdən əvvəl bir rəssam kimi o əli ilə filmi lentə alıbdır. Bura Azərbaycan kinosunun arxivi də demək olar. Belə ki, fondda 80 mindən çox saxlanma vahidi həcmində film materialları da qorunub mühafizə olunur. Muzeydə Azərbaycanın tanınmış kino xadimlərinin şəxsi əşyalarını da görmək mümkündür. Hazırda yanında dayandığım bu gülşə isə xalq artisti, kinorejissor Eldar Quliyevə məxsus bir gülşədir. Burada onun ailəsi tərəfindən fonda hədiyyə edilmiş şahmatı, eynəyi, foto şəkilləri və həmçinin Nə Gözəldir Bu Dünya adlı filmində istifadə da fonda hədiyyə olunub. Onu da deyək ki, 1993-cü ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılan Azərbaycan Film Fondunun 5 əsas fəaliyyət istiqaməti var. Filmlərin bərpası və qorunması, milli və xarici kino sənətinin təbliği, arxiv material faktlarının toplanması, elmi tədqiqat və araşdırma, eyni zamanda beynəlxalq əlaqələr üzrə işlərin aparılması. Gülnar Elqar qızı, Emin Tağıyev, Telesəhər.